Qərbi Azərbaycan mövzusu Ağstafada keçirilən elmi-praktik konferansda da müzakirə olunub. Qərbi Azərbaycana qayıdış yolunda mövzusunda keçirilən elmi-praktik konferansda Qərbi Azərbaycana dinc qayıdış konsepsiyasının əhəmiyyəti vurğulanıb. Konferansda 3 cildlik Qayıdış Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz adlı kitab haqqında da məlumat verilib. Nəşrdə İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilən soydaşlarımızın maddi-mədəni irsi araşdırılıb. Elmi tədqiqat əsərində təkcə Azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyası, statistikası deyil, həm də abidələrin daşıdığı yaddaş, əfsanələr, inanc və hekayələr barədə məlumatlar da əksini tapıb. Bu deportasiyaya ancaq insanlara deyil, eyni zamanda Qərbi Azərbaycanda Azərbaycanlıların tarix boyu ərsəyə gətirdiyi maddi-mədəni iş nümunələrində qarşı törədilib və minlərlə Qərbi Azərbaycanın məscidi, türbələri, qəbrüstü abidələri, karvansaraları və digər Alban dövrünə aid abidələr, epiqrafik abidələr erməni vandalizminin qurbanı olub. Bununla yetinməyən erməni birləşmələri daha sonra ərazidəki toponimləri dəyişdiriblər. 637 toponim dəyişdirilib və bu toponim dəyişdirmə siyasəti günümüzdə də davam etməkdədir.